Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim, necəsiz? Deməli, artıq 15-20 gündür ki, yoxam və hər kəs məndən soruşur necə olduğumu. Yaxşı deyildim, amma Allah böyükdür. Yəni, Allahın möcüzələri var, buna inanmaq lazımdır. Bu arada üstümə başıma fikir verməyin, Melislə olanda belə olur. Çox şükür Allaha ki, yəni möcüzə oldu. Bu Ramazan ayında dualarımız qəbul oldu. İnşallah ki, hər birini sizlərlə bölüşəcəm. Necə oldu başladı, necə oldu belə oldu və necə oldu bu möcüzə oldu. İnşallah hər birini sizlə bölüşəcəm. Hər birinizə təşəkkür edirəm dualarınız üçün, xoş sözləriniz üçün çox təşəkkür edirəm. İnanın, hər biriniz oxuyurdum mesajlarınızı, hər biriniz yanımdaydınız, dua edirdiniz. Bu Ramazan ayında oruçlu ağızla dua etdiniz. Hər biriniz çox təşəkkür edirəm. Allah hər birinizin orucunuzu qəbul eləsin. Və min şükür Allaha ki, Allah açılan əllərimizi geri qaytarmadı. Yəni möcüzə oldu. Yəni çox xoşbəxtəm, çox sevincliyəm. İnşallah hər şey həmişə belə yaxşı olsun hər birimiz üçün. İnşallah tezliklə bu haqda açıqlama verəcəm Allahın izni ilə. Sizi sevirəm, öpürəm sizləri.